Bir müddət əvvəl 26.000 manatlıq palto geyindiyi iddiası ilə müzakirələrə çevrilən Neftçala rayon icra başçısı Mirhəsən Seyidov açıqlama verib. Bu açıqlamasında bildirib ki, paltonun qiyməti 26.000 manat yox, bəs 350 manatdır. Gəlin açıqlamaya birlikdə baxaq. Yeni bir marka olduğunu təzə mən sizdən eşidirəm. İkincisi onu qeyd edeyim ki, hal-hazırda bu plaş mənim əlimdədir və bunu 3 il bundan qabaq mən 350 manat almışam. Üçüncüsü isə bunu yayan yoldaşlara bir Neftçalalı kimi mənim dəvətim var. Onları mən dəvət edirəm Neftçalıya ki, gəlsinlər möhtərəm Cənab Prezidentin yüksək diqqəti ilə Neftçalada artan iqtisadi gücü, Neftçalalı zəhmətkeşlərin əldə etdiyi uğurları işıqlandırsınlar. Birinci balıq festivalı da hesab edirəm ki, çox uğurlu həyata keçirilibdir. Doğma rayonumuza xeyirli uğurlu olsun. Aydındır. Oldu. Çox sağ olun. Çok teşekkür ederim. Uğurlar, Sağ olun. minnətdaram. Sağ olun. Çok sağ olun.